Xəyanətdən sonra qadınların yaşadığı 4 psixoloji mərhələ var. Bunlardan birincisi inkar mərhələsidir. Hansı ki, bu mərhələdə qadın həmin situasiyanı, vəziyyəti, hadisəni qəbul etmək istəmir. Necə ola bilər? Niyə belə bir şey oldu? Niyə mənim başıma gəldi? Niyə o mənə xəyanət elədi? Sanki ancaq o vəziyyəti inkar etmək istəyir. Çünki buna xəyanətə uğradığına inanmaq istəmir. İkinci mərhələ isə qəzəbli aqressiya mərhələsidir. Hansı ki, bu mərhələdə qadın qarşı tərəfə qəzəblənir və eyni zamanda özünə qəzəblənir və düşünür ki, bəlkə də nəsə özündə səhv var ki, bu onun başına gəlib və özünə və qarşı tərəfə çox aqressiv olur bu baş verdiyi üçün. Üçüncü mərhələ isə uzaqlaşma mərhələsidir. Hansı ki, bu mərhələdə qadın hər kəsdən uzaqlaşmağa başlayır. Artıq insanlardan, izdihamdan, çoxluqdan, söhbətlərdən heç nə ona maraqlı gəlməməyə başlayır. Sanki bir öz içinə qapanır. Əslində bu bir sağalma mərhələsidir və bu mərhələdən sonra qəbul etmə mərhələsi gəlir.